Evdə soruşursunuz hər şeyə, aydın cavab verir, hər şeyi bilir. Amma imtahanda, testdə yaxşı nəticə qazanmır. Çoxsaylı səhv edir. Bunun 3 səbəbi vardır. Birinci səbəbi imtahan zamanı siqnalların miqdarı çoxalır və işçi yaddaş yüklənir. İkinci səbəb impulsivlikdir, yəni ani düşünməmiş, yəni tam dərin düşünməmiş cavabların qeyd olunması. Üçüncüsü, imtahan stresi, gərginliyi nəticəsində diqqətin daha da zəifləməsi və bu adətən məhz diqqət əksikliyi və hiperaktivlik pozuntusu olan uşaqlar və yeniyetmələrə xasdır. Yəni bilir, amma bildiyini lazım olan məqamda istifadə etməkdə əziyyət çəkir. Və bu ciddi problemdir. Çünki insan bilgilərini idarə etməlidir və bilgilərin miqdarından daha çox, həm də lazımi məqamda istifadəsi çox önəmlidir. Ona görə də bənzər hal yardım üçün, müraciət üçün əsasdır.